Rəssam olmaya bilərsiniz, rəqəmsal artla məşğul olmaya bilərsiniz, amma Photoshopda bir dizayner kimi tez-tez yenə də fırça ilə işləməli olacaqsınız. Fırça, yəni ki, brush. Və bunun üçün də bizim alətlər panelində ayrıca bir alətimiz var. Brush'ın B-sından yadda saxlaya bilərsiniz. B hərfini, B-ni bastığımız anda brush tool aktiv olur. Əslində ilk baxışdan sadə bir proqramda, hətta istənilən ən sadə Paint-də belə yəqin ki, nə vaxtsa ya da başqa telefondakı hansısa rəsm çəkməklə bağlı bir applicationda, tətbiqdə belə bu tipli bir aləti yəqin ki, yoxlamısınız. Məntiq eynidir. Brush bir dairə formasını alacaq. Ön plandakı rəngi götürürük və gəzdiririk. Həmin rəngi sanki bir fırça ilə kətanın üzərində çəkilmiş kimi bu rəngi artboarda köçürürük. Geri qayıdaq. Baxa görə ümumiyyətlə fırçanın hansı parametrləri var. Rəqəmsal artla məşğulsunuzsa fərqi yoxdur əslində. İrəli görəcəksiniz ki, maskalama mövzusunda da bizə tez-tez bu ön plan və arxa plandakı rənglərə müraciət etmək lazım gələcək. Ona görə əlimizin altında iki alternativ rəng saxlayaq. Ta ki, biri qırmızı olsun, digəri nə olsun ta ki, belə bir göy rəng. Brush'ı götürdüm. Brush bizə həmişə ön plandakı rənglə çəkir və X-ə bastığım anda rənglər yerini dəyişdi və bu dəfə də göy rənglə rəngləməli oldum, rənglədim daha doğrusu. Ümumiyyətlə tövsiyə eləyərdim ki, hətta background'un üzərində çəkib eksperiment apardınız, xoşunuza gəlmədi. Command Z eləməyin əvəzində ondansa yeni bir layer yaradım, boş layerin üzərində hansısa bir eksperimentlər aparın, xoşunuza gəlmədi. Həmin hissəni delete eləyin getsin. Yeni layer yaradaq, götürək brush hələ də aktivdir. Baxa görə brush'ın options barda hansı parametrləri var. Əsasən bizdə burada daha çox opacity və irəlidə görəcəyimiz ölçü və sərtlik, size və hardness parametrləri daha maraqlıdır. Amma gəlin ələlik ki, opacity və flow-nu sözə görə aralarındakı fərq nədir? Opacity adı üzərində, yəni şəffaflıq, ta ki təxminən 30-35%lik, yəni konkret rəqəm verək, 35%lik enter, sərtlik vermişik, daha doğrusu şəffaflıq vermişiksə, bu deməkdir ki, bu rəngimizin 35% şəffaf forması burada olacaq. Yəni geri qaytaraq, mouse'u basıb saxlayıb hərəkət elətdirirəm. Yəni üzərindən mouse'u buraxmamışam hələ də. Üzərindən nə qədər keçsəm də 35%lik şəffaf bordo rəng sanki kətanın üzərinə düşəcək. Geri qaytaraq. Bunu qaytaraq 100%-ə, yəni görürsünüz 100%, bu rəngin 100%-ni bura köçürmüş oluram. Yaxşı, flow neyinir? Eyni qaydada təxminən 35%, təxminən yox, dəqiq 35% yazaq. O flow-nun opacity-dən fərqi odur ki, yəni sanki solğun rənglə üzərindən getdikcə kətan üzərində real rəsmdə tündləşdiyi kimi burada eyni qaydadadır. Yəni bir rəng götürmüşük, tünd qırmızı rəngdir o. Bunun 35%-li flow-su ilə basıb saxlayıb rəngin üzərinə getdikcə, hər dəfə üzərinə getdikcə rəng tündləşməyə başlayır. Ta o vaxta qədər ki, 3-4 dəfədən sonra artıq orijinal rəngi almış oluruq. Bu yəqin ki, daha çox digital artla məşğul olan insanlara maraqlı olacaq. Biz dizaynerlər demək olar ki, bu flow mövzusuna heç vaxt toxunmuruq. Çünki bizə maraqlı olan daha çox budur. Opacity. Yəni bir rəngin 100%li görüntüsü burada əks olunsun ya da ki, həmin rəng biraz daha şəffaf olsun. Bunu gəlin silək və brushla bağlı növbəti parametrlərə baxaq. Hansı ki, parametrlər bizə daha maraqlıdır. Götürək yenə də brush'ı və biz brush'ın ölçüsünü buradan dəyişə bilirik. Eyni zamanda hardness parametrlərini eyni qaydada context menu, yəni mouse'un sağ düyməsini basanda açılan menyu ilə da biz ölçüləri idarə edə bilirik və ya fırçanın nə qədər sərt olduğunu təyin edə bilirik. Nə deməkdir? Gəlin baxaq. Ölçünü gəlin biraz daha böyük ölçülər verək. Tutaq ki, tıkladım. Opacity məndə hələ də 35%-dir. Ona görə gəlin təzədən tıklayaq. Görürsünüz, yəni əslində bu fırçanın özünün formasından da görünür. Yəni bir dairə formasında bir iz qoymalıdır kətanın üstündə, artboardun üstündə, amma əvəzinə kənarları kifayət qədər yumşaq olan bir görüntü verir. Buna cavabdeh olan bölmə də elə budur. Sərtliyi sıfırdır, hardness. Amma mən bu sərtliyi 100% eləsəm və indi tıklasam, elə bax mən bu kursorumun altındakı olan bu dairə formasını, bu çevrə formasını artboardun üzərinə vermiş, ötürmüş oluram. Hardness bu. Yəni fırçanın kənarları nə qədər sərt olacaq, nə qədər yumşaq olacaq. Yeni layer yaradaq. Yəni 100 və 0 arasında istənilən bir rəqəmi təyin edə bilərik. O zaman yarı sərt, yarı yumşaq görüntü verəcək. Yəni ki 0 tamam yumşaqdır, 100 tamam sərtdir, amma görürsüz
kənarları az da olsa yumşaqdır. Niyə? Çünki 83%li burada hardness parametri təyin eləmişəm. Fırça mövzusunda biraz da irəli gedək. Mouse'un sağ düyməsini basanda yəqin ki, artıq diqqətinizi çəkib. Bizdə ölçü və hardness-lə paralel aşağıda alternativ fırça formalarını seçməyə də imkan verir Photoshop. General Brushes bölməsinə girək. Ümumi istifadə olunan daha çox yumru görünüşlü fərqli fırçalardır. Yəni sadəcə test eləyib baxa bilərsiniz, hər birinin üzərində dayanmayacağam. Lakin növbətisinə baxaq. Daha çox rəqəmsal artsın işə yarayacaq da görürsüz belə. Fərqli fırça formalarında bu hətta bu pozandır. Burada bir də diqqətli olmaq lazımdır. Fırça kimi seçdiyimiz alətlər bəzən görəcəksiniz ki, sizi başqa bir alətə aparır, yəni ki, qarışdırmayasınız. Yəni, əmin olaq ki, fırçadır çünki görürsünüz, sağ tərəfində burada ikonka var, simvol var. Fırça işarəsi görünənlər ancaq fırçaya aiddir, digəri isə bu pozandır. Yəni başqa bir fırça nümunəsi yoxlayaq, yenə daha başqa bir nümunə yoxlayaq. Yəni bunlar digital artla məşğul olan illüstratorlara və ya dizaynerlərə faydalı olacaq fırça növləridir. Tövsiyə edərdim ki, bunların üzərində gəzişib aralarındakı fərqlərə baxasınız. Bəlkə hansılarsa sizin işinizə yaraya bilər. Yenə də növbəti başqa bir aləti seçmiş oldum. Bu da yəni bu tipli səhvlərin alınmağı da yaxşı oldu ki, yəni irəlidə sizdə belə bir şey alınarsa, yəni çaşmayasınız. Bilin ki, burada bu siyahıda olanlar hamısı fırça deyil. Bəzən fırça kimi işləyən başqa alətlər də olacaq. Və təkcə bu siyahıdakı, yəni bunları bağlayaq bu qovluqları, folderləri. Təkcə bu siyahıdakilərin olması yəni ki, şərt deyil. Açılan bu sağ tərəfdəki settings parametrində Legacy Brushes bölməsini də biz aktivləşdirsək, Photoshop'un əvvəlki versiyalarında bizə təqdim olunan tamam fərqli, hətta daha maraqlı fırça növlərini də buradan görə bilərsiniz. Fırça formaları ilə bağlı hələlik ki bu qədər. Burada əslində toxunmadığımız maraqlı bir şey də var, o da fırçanın istiqaməti. Gəlin belə eləyək, gəlin biraz fərqli formada hansı olsun, ta ki olsun elə bu, olsun bu. Ölçüsünü biraz böyüdək. Əsas odur ki, istəyərdim ki, ölçüsü biraz nisbəti fərqli olsun. Bəli, ta ki belə bir fırçamız var. Əmin olaq ki, bu doğrudan da fırçadır. Gəlin bu görüntünü təmizləyək. Artıq burada bir şulak olmasın. Yeni layer yaradaq. Rəngi seçmişik. Flow'unu da hətta qaytaraq 100%-ə. Tamam. Biz sağ düyməyə bassaq, biz burada fırçanın istiqamətini dəyişə bilərik. Baxın, bu şəkildə sağ düymə fırlatdıq. Sağ düymə fırlatdıq. Yəni bir-birini təkrarlamır. Ta ki bu birinci halda aşağıda olan hissə fırlanandan sonra yuxarı getdi, sonra fırlandı sağa getdi. Bəzən yəni fırça eyni təkrarda olmasın deyə biz onu fırlatmaq istəyirik. Həmin bu fırlanma funksiyası orada işə yaraya bilər. Digital art deyil də, yəni dizaynerlər üçün burada, yəni təkcə onlar üçün də eyni zamanda dizaynerlər üçün faydalı olan başqa bir funksiya brush'ın enini sıxmaqdır. Bunu biz dizaynerlər harda istifadə edə bilərik? Məsələn, foto manipulyasiyadan məşğulsunuzsa bir obyektə kölgə çəkmək istəyirsinizsə, ən sürətli metodlardan biri də budur. Yəni mən tutaq ki, geri qayıdaq, adi yumru çəkmişəm. Mən istərəm ki, bu yumru biraz daha sıxılmış yumru olsun. Sağ düymə, bunun hündürlüyünü azaldaq və belə sanki ensiz hansı obyektin altına kölgə qoyurmuş kimi belə bir görüntü verir. Bunu daha əvvəl hazırladığım tutaq ki, bu alma nümunəsində göstərək. Bir fondan ayrılmış alma var və onu da qoymuşuz hər hansı bir fona. İndiki halda fon çox da önəmli deyil, elə olsun ağ fon. Və bu almaya bir kölgə vermək istəyirik ki, doğrudan da bu obyekt bu müstəvinin üzərində durubdur. Yeni layer yaradaq, layeri ataq almadan aşağı, çünki kölgə obyektdən altda olacaq. Kölgənin rəngini də qara, çirkli, iyrənc rəng verməkdənsə, götürək ilə almanın altında olan bu tünd bordo rənginlə təyin edək. Layer seçilidir, rəng vermişik, brush'ı götürək. Brush təbii ki, əgər heç bir parametr dəyişməsək, brush bu şəkildə olacaq. Əslində belə də verə bilərik kölgəni, yəni bir dənə tıkladıq, sonra transform eləyək və shiftlə bir yerdə proporsional olmadan götürək, sıxaq və kölgə kimi bu obyektin altına bu kölgəni qoyaq. Eyni qaydada, amma daha rahat, daha doğrusu daha tez biz brush'ın qabaritlərinə, yəni brush'ın özünü transformasiya eləməklə də bu kölgəni çəkə bilərik. Kölgəni biraz böyüdək, sağ düymə, ölçü böyüsün. Kölgəni hər dəfə böyütmək üçün sağ düyməyə basıb bura gedib bu şəkildə böyüdüb balacalaşdırmağa da ehtiyac yoxdur. Klaviaturadakı kvadrat mötərizə ilə böyüdüb balacalaşdıra bilərik. Sağa basdıqda brush böyüyəcək, fırça böyüyəcək, sol basdıqda isə fırça balacalaşacaq.
Layer hazırdır, brush hazırdır, rəng hazırdır. O zaman bir dəfə tıklayaq, obyektin kölgəsi əmələ gəlsin. Əgər daha yumuşaqdırsa, daha sərt eləmək istəyirsə, o zaman geri qayıdaq. Kvadrat mötərizə ilə fırçanın ölçüsünü biraz balacalaşdıraq. 2 cəhdə qoyaq kölgəni, birinci dəfədən alınması şərt deyil. Son olaraq hotkeylərlə bağlı bir şey də qeyd edeyim. Gəlin bunu qaytaraq orijinal belə deyək ki, formaya. Əgər biz kvadrat mötərizə ilə böyüdüb balacalaşdırırıqsa, eyni qaydada Alt düyməsini basıb mausun sağ düyməsi ilə hərəkət elətdirsək, sola sağa doğru, brush yenə də kiçiləcək və böyüyəcək. Fikir verin, Altı basıb saxlamışam, mausun sağ düyməsini, sol yox, sağ düyməsini hərəkət elətdirirəm. Sol sağ bizdə brushın ölçüsünü böyüdüb balacalaşdırırsa, yuxarı aşağı eləyəndə isə brushın hardness-i artır və ya azalır. Kimə necə rahatdırsa o formada işləyə bilərsiniz. Təbii ki, ilk başlarda sağ düyməni basıb bu şəkildə idarə eləmək daha rahatdır, amma irəlilədikcə təbii ki, hotkeylər və ya tutaq ki, alternativ daha asan variantlarla işləməyə özümüzü öyrəşdirməliyik. Brush'ı, fırçanı praktikadan keçirin, hansı obyekti kəsin, hətta kölgə mövzusuna indidən məşq eləyin ki, növbəti dərslərdə, manipulyasiyalarda bu mövzusu üçün daha rahat olsun. Növbəti dərsdə görüşərik.